Və bilmək lazımdır ki, ailələrin və ya ailələrdə olan haqların başlanğıcı və ya ailənin başlanğıcı evlilikdən keçir. Ona görə ailə ər və arvaddır, fərq eləmir. Yəni, bu ailə cavan ailədir və ya qoca ailədir. Ailədirsə, orada haqlar var, hansı ki, o gözlənilməlidir. İstər qadın tərəfdən, istər kişi tərəfdən. Necə ki, Allah Teala öz kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsində bəyan edib. Ona görə baxsan görərsiniz ki, dinimiz önəmli yer verib ailələrə və ailələrin xoşbəxtçiliyi üçün, ailələrin islah olması üçün, dünya və axirət xoşbəxtçiliyinin hansı ki, mühümdür ailələr üçün, bağlayıb onu dinlə. Hansı ki, bu da İslam dinidir, hər zamana, hər məkan üçün olan bir dindir. Və bəşəriyyətin xilası da bu dindir. Bu dindən qeyri, nədəsə xilas gözləyirsə cəmiyyət, toplum, bilsin ki, heç bir şeydə xilas tapa bilməz, heç bir şeydə nicat tapa bilməz. Ona görə də nə xeyirdirsə bu ümmət üçün, bəşəriyyət üçün, insanlar üçün Allah Teala öz elçisi vasitəsilə çatdırır bizi. Və nə əmr edibsə, nə haqlar buyurubsa, onda fayda var. Və nə zərərdirsə toplum üçün, cəmiyyət üçün, bəşəriyyət üçün, insanlıq üçün, ailələr üçün çəkindirib Allah Teala bizi ondan. Və çatdırıb Peyğəmbəri vasitəsilə bizə. Ona görə din gəlib, İslam dini gəlib, nə xeyirdirsə onu əmr etsin. Və nə zərərdirsə onu aradan qaldırsın. Və nə aradan qaldırıla bilmirsə tam, heç olmasa onu azaltsın ki, insanlar ondan faydalana bilsin. Ona görə İslam dini cəmiyyət və o cəmiyyətdə yaşayan insanları nəzərə alıb, onların həyat tərzini, demək olar ki, həyatın hər bir sahəsini və fərq etmir hansı sahəsi olur olsun, müsəlman üçün bu İslam dini o amilləri, o əhkamları, o haqları hamısını nəzərə alıb və bəyan edib və açıqlayıb və göstərib ki, toplumun islahı buna bağlıdır. Bu dinin qoyduğu əhkamlara, qoyduğu haqlara, toplumun islahı bu haqlara riayət etməklə mümkündür və əgər ailələr də bu haqlara riayət edəcəksə, o toplum düzələcək və bağlayıb toplumu ailələrə və göstərib ki, ailələr nicat tapmaq istəyir, toplum nicat tapmaq istəyirsə, ilk növbədə ailələr nicat tapmaq. Ailələrdə səadət hökm sürməlidir, firavanlıq hökm sürməlidir. Ərlə arvad arasında, kişi ilə qadın arasında, həmçinin övladlar arasında. Ona görə fikir versək, əmr edib nikahı. Ne üçün sual verəm? Niyə görə əmr olunub nikah? Evlilik niyə görə əmr olunub? Toplumun islahı üçün ilk növbədə. Toplum nicat tapsın deyə. Toplumda rifah, hüzur, xoşbəxtlik hasil olsun deyə. Buyurub ki, fənkihu mə təbə ləkum minən nisə. Xoşunuza gələn qadınlardan evlənin. Məsnə və thulətə var və 2, 3, 4. Fəin xiftum əllə tə'dilu fəvahidətən. Əgər qorxsaz ki, ədalətli olmazsınız, onda biri. Allah Teala rəğbətləndirib evliliyə. Eləcə də Peyğəmbəri sallallahu aleyhi və səlləm rəğbətləndirib müsəlmanları evliliyə. Ey cavanlar toplulusu, sizdən kim bacarırsa evlənsin.